Koç bürcü 28 iyun 2025-ci il. Ehtiyat olun, çünki nazik buz üzərində yeriyirsiniz. Özünüzə inam əla keyfiyyətdir. Lakin bəzi qoçlar bugün bu hissi həddindən artıq yaşaya bilər. Şişirdilmiş iddialar ətrafınızdakı insanlarla anlaşmanıza mane ola bilər. Halbuki onların köməyi olmadan bütün işlərin öhdəsindən gəlməyə çətin olacaq. Özünü cilovlaya bilən və hər vəziyyətdə mütləq haqlı olmağa çalışan qoçlar isə yaxşı nəticələr əldə edəcək. Mümkün çətinliklərdən yayınacaqlar. Əgər diplomatik davranış və incə yanaşma nümayiş etdirə bilsəniz, təkcə münaqişələrdən qaçmayacaq, həm də yaxın zamanda sizə xeyri deyəcək insanları öz tərəfinizə çəkə biləcəksiniz. Buğa bürcü 28 iyun 2025-ci il. Bugün uğurlu və məhsuldar olacaq. Cazibəniz nəzərə çarpacaq dərəcədə artacaq və bu ətrafdakılarda xoş təəssürat yaradacaq. Bir çox buğalar maraqlı insanlarla tanış olacaq və bu tanışlıqlar onların həyatında əhəmiyyətli rol oynaya bilər. Sevindirici xəbərlər almaq ehtimalı da var. Planlaşdırdığınız bütün işlərin öhdəsindən gələcək, hobbinizə vaxt ayıracaq, yaxşı istirahət edə biləcəksiniz. Axşam dostlarla görüşmək, sevdiyiniz insanla səmimi söhbətlər aparmaq və ya kiçik bir ailə tədbiri keçirmək üçün əlverişlidir. Əkizlər bürcü 28 iyun 2025-ci il. Bugün bir çox maraqlı ideyalarınız olacaq, amma onların hamısını həyata keçirmək mümkün olmayacaq. Əksər əkizlər emosional yüksəliş və fəaliyyət istəyi hiss edəcəklər. Ona görə də uzun müddətdir təxirə salınmış işlərə başlamaq üçün əla vaxtdır. Ətrafınızdakı insanlarla anlaşmaq asan olacaq. Onların köməyi sizə lazım ola bilər və onlar da bunu məmnuniyyətlə edəcəklər. İctimai tədbirlərdə iştirak, yeni tanışlıqlar və flört üçün əlverişli zamandır. Amma çox həvəsə qapılmayın, çünki ilk təəssürat aldadıcı ola bilər. Xərçəng bürcü 28 iyun 2025-ci il. Gün çətin olacaq, amma siz bunun öhdəsindən gələcəksiniz. Səhər saatlarında bir çox xərçənglər diqqətsiz əsəb olacaqlar. Buna görə də yaxınlarla mübahisələrdən qaçmaq asan olmayacaq. Xüsusilə geniş miqyaslı işlərə başlamayın. Ev işləri ilə məşğul olun. Yarımçıq qalanları tamamlayın və nizam yaradın. İmpulsiv alış-verişə çox pul xərcləməyin. Əks halda sonradan peşman ola bilərsiniz. Həssaslığınız artacaq və bu da münasibətlərə mənfi təsir edə bilər. Qeydləri üzərinizdə saxlamayın. Bu sizə sakit qalmağa kömək edəcək. Şir bürcü 28 iyun 2025-ci il. Bugün qeyri-müəyyən, amma kifayət qədər sakit keçəcək. Özünüzə nəzarət etmə bacarığınız bir çox mühüm məsələlərin həllində sizə yardımcı olacaq. Bir çox şirlər yaşca böyük qohumların və təcrübəli dostların məsləhətlərindən faydalanacaqlar. Planlarınızı təxirə salaraq yaxınlarınıza kömək etməli olacaqsınız. Amma bu nə yorucu, nə də çox vaxt aparan olacaq. Bu faydalı tanışlıqlar qurmaq, ortaq biznes maraqları olan insanları evinizə dəvət etmək üçün münasib zamandır. Ciddi mövzular müzakirə olunacaq, perspektivli ideyalar bölüşüləcək, hətta ortaq gəlir gətirəcək bir layihə də ortaya çıxa bilər. Qız bürcü 28 iyun 2025-ci il. İstənilən çətin tapşırığın öhdəsindən gələcəksiniz. Cazibəniz artacaq və bu əvvəllər sizə qarşı soyuq olan insanların da rəğbətini qazanmağınıza imkan verəcək. Bəzi qızlar nüfuzlu himayədarlarla tanış olacaq. İş yoldaşlarınız və ya köhnə dostlarınızdan biri ilə romantik münasibətlərin başlaması mümkündür. Çox mürəkkəb görünən işləri hərəkətə keçirmək imkanınız olacaq. Səyahətlər xüsusilə uzun müddətli olanlar uğurlu olacaq. Yolda maraqlı insanlarla tanış olacaq və yadda qalan təəssüratlar qazanacaqsınız. Tərəzi bürcü 28 iyun 2025-ci il. Çətinliklərdən qaçmaq çətin olacaq, amma ciddi problemlərlə qarşılaşmayacaqsınız. Səhər saatlarında əksər tərəzilərə tək qalmaq, tanış işlərlə məşğul olmaq tövsiyə olunur. Yaxınlarla dil tapmaq çətin olacaq. Köhnə anlaşılmazlıqlar və narazılıqlar üzə çıxacaq və kompromisə gəlmək çətin, mübahisə isə çox realdır. Əgər bu baş verərsə, barışmaq üçün ilk addımı siz atın. Bugün ictimai tədbirlər və ya qonaq qəbulu üçün uyğun deyil. Axşamı sakit mühitdə keçirmək, tək qalmaq və xoş işlərlə məşğul olmaq daha yaxşıdır. Əqrəb bürcü 28 iyun 2025-ci il. Uğursuz zarafatlara və tənqidi fikirlərə görə küsməyə dəyməz. Bir çox əqrəblər bugün həssas və əsəbi olacaq. Bu da ailə üzvləri ilə gərginliyə səbəb ola bilər. Əgər emosiyalarınıza nəzarət edə bilsəniz, gün uğurlu keçəcək. Hər şey sizdən asılı olacaq. Geniş miqyaslı layihələrə başlamayın. Sadə tanış işlərə diqqət yetirin. Günün ikinci yarısında müsbət meyllərin təsiri artacaq. Xarab olmuş münasibətləri bərpa etmək, səhvləri düzəltmək və ümumilikdə günü yaxşı başa vurmaq mümkün olacaq.
Ox atan bürcü 28 iyun 2025-ci il. Bugün problemləri həll etmək üçün uğurlu zamandır. Sakit, təmkinli və düşüncəli olacaqsınız. Bu da sizə hər vəziyyətdən çıxış yolu tapmaqda kömək edəcək. Bir çox ox atanlar gözlənilməz şəkildə başqalarının dəstəyini qazanacaqlar. Uzun müddət təxirə salmış işləri nəhayət yerinə yetirmək mümkün olacaq. Ailə üzvləri işlərinizə qarışmaq istəyə bilər, amma bu sizə fayda verəcək. Qohum və dostlara kömək etmək üçün əla gündür. Onlar üçün yalnız faydalı işlər görmək deyil, həm də mənəvi dəstək göstərmək münasibətlərinizi möhkəmləndirəcək. Oğlaq bürcü 28 iyun 2025-ci il. Tələsməyə dəyməz. Hər şeyə çatacaqsınız. Yetər ki, sakit və düşünülmüş şəkildə hərəkət edəsiniz. Bəzi oğlaqlar hətta sınanmış müttəfiqlərlə razılaşmaq üçün xeyli səy göstərməli olacaqlar. Amma bu səylər boşa çıxmayacaq. Problemlərinizi ailə üzvləri ilə bölüşmək üçün tələsməyin. Onlar sizi başa düşməyə bilər və müdaxilələr vəziyyəti çətinləşdirə bilər. Günün ikinci yarısında başqalarının maraq və hisslərini anlamaq asanlaşacaq. Uzun müddətdir. Uzun zamandır vacib bir mövzunu müzakirə etmək istədiyiniz insanla ünsiyyət qurmaq üçün əlverişli zamandır. Dolça bürcü 28 iyun 2025-ci il. Günün ilk yarısı mühüm işlər üçün münasib deyil. Bir çox dolçalar həddindən artıq tənqidçi olacaqlar, amma əslində vacib olanı görməyəcəklər. Bu səbəbdən ciddi işlərə başlamağa dəyməz. Onsuz da onları asanlıqla ertələyə bilərsiniz. Kiçik səbəblərlə yaxınlarla mübahisəyə girməyin. Dil tapmaq çətin olacaq. Münaqişə ehtimalı yüksəkdir. Zaman keçdikcə vəziyyət düzələcək. Kəskin küncləri yumşaltmaq, buraxılmış səhvləri düzəltmək mümkün olacaq. Günün ikinci yarısı yaradıcı fəaliyyət üçün münasibdir. İstər əvvəllər bu sahədə heç təcrübəniz olmasın, fərq etməz. Balıqlar bürcü 28 iyun 2025-ci il. Əsas vəzifəniz daxili tarazlıq tapmaq olacaq. Məhz bununla bağlı ən ciddi çətinliklər yaşanacaq. Bir çox balıqlar hər xırda şeyə görə narahat olacaq və əsəb olacaqlar. Kiçik, amma vacib bir əşyanı itirmək ehtimalı var. Tələsik qərar qəbul etməyin. Onların düzgün olacağı şübhəlidir. Yeni işlərə başlamaq üçün münasib gün deyil. Yaxınlarla fikir ayrılıqlarından qaçmaq çətin olacaq. Mümkün qədər ciddi mövzuları müzakirə etməyin. Qarşılıqlı anlaşmaya nail olmaq asan olmayacaq. Axşam özünüzlə baş-başa qalmaq, baş verənləri düşünmək və nəticə çıxarmaq üçün uyğun zamandır.